Təsəvvür edin, cəmi 10 uc yasiniz var. Ən boyu xəyaliniz yasil meydanlarda ulduz olmaqdır. Amma Fransanın bütün boyu klubları uzunuza qapını bağlayır. Lyon, Saint-Étienne, Auxerre, 10 fərqli klubun cavabı eynidir. Səndən futbolcu olmaz. Sən çox balacasan. Sən çox cilissan. Bu qədər rədd cavabı bir usagi məhv edə bilərdi. Amma Antoine Griezmann fərqli idi. Oyunun deyil, xəyallarının arxasınca getməyi seçdi. Bu gün sizə heç kimin inanmadığı o usagin dünyanı necə fəth etdiyini danışacağım. 2005-ci il. Antoine hələ də bir klub axtarışındaydı. Montpellier klubunda sınaq müddətində olarkən taleyi bir anın içində dəyişdi. Real Sociedad'ın skautu Erik Olhats onu bir turnirdə kəsf etdi. Cəmi 14 yaşında ikən cibinə bir kagiz parçası qoyulmuşdu. Bu, İspaniyaya dəvət idi. Ailəsindən uzaq, heç bir sözünü basa düşmədiyi bir ölkədə tək tənha qalmışdı. Amma o, Sociedad'ın akademiyasında özünü tapdı. 2009-cu ildə əsas komandaya yüksələndə Hami bu ariq oğlanın nə edəcəyini maraqla gözləyirdi. O, Real Sociedad forması ilə tam 202 oyuna çıxdı və 52 gol vurdu. Xüsusilə 2010-cu ildə Lyon klubuna vurduğu o möhtəşəm qaycı qolu hələ də yaddaşlardadır. Onun sayəsində Sociedad illər sonra Çempionlar Liqasına vəsiqə qazandı. Artıq Avropanın nəhəngləri onun ardınca düşmüşdü. Amma Antoine'in aqilində tək bir yer var idi. Madriddə bir doyuzçu komandası qurulurdu. Diego Simeone bu gənc Fransızda gizli bir qəhrəman görmüşdü. 30 milyon avroluq transfer haqqı ilə 2014-cü ildə Atletico Madridin qapısından içəri girdi. Simeone ondan sadəcə hücumcu deyil, bir futbol əskəri olmağı tələb edirdi. Və Antoine bu sınaqdan alniyacıq çıxdı. Amma 2016-cı il onun karyerasının ən agir, ən qaranlıq ili olacaqdı. May ayı, Milan, San Siro stadionu, Çempionlar Liqasının finali. Real Madrid erkən qolla ona keçmişdi. İkinci hissənin cəmi birinci dəqiqəsi. Penalti, dünyanın bütün gözləri Griezmann'ın üzərindədir. O, topa yaxınlaşır. Zərbə və o dirəkdən geri qayıdır. O an sanki Madridin bütün agirliği onun ciyinlərinə cokur. Oyun penaltilərə gedir. Griezmann bu dəfə qol vursa da Atletico finali uduzur. Göz yaşları içində qalan Antoine ucun bu hələ son deyildi. Əmi bir ay sonra öz vətənində keçirilən Avropa çempionatı. Griezmann 6 qolla turnirin bombardiri idi. Almaniyaya qarşı yarım finalda 2 qol vuraraq Fransanı finala daşıdı. Amma finalda Portuqaliya ilə qarşılaşma yenidən kədərlə bitdi. Bir ildə 2 boyuq finali itirmək. Bu bir idmancı ucun son ola bilərdi. Həmin il Griezmann dünyanın ən yaxşı futbolunu oynayırdı. Amma fərdi mükafatlar ondan uzaq qaçırdı. 2016-cı ildə Qizil Top mükafatında ucuncu oldu. Ronaldo'nun və Messi'nin kölgəsində qalmaq. Onun kimi hər şeyini verən bir doyuzcu ucun boyuq haqsızlıq idi. Amma o yıxılmadı. O, hər məqlubiyyətdən daha qəddar qayıtdı. 2018-ci il. Griezmann artıq bir qatil idi. Avropa Liqasının finalində Marseille qarşı vurduğu 2 möhtəşəm qolla Kuboku Atletico'ya gətirdi. Amma ən boyuq imtahan Rusiya göllərində gözləyirdi. Dünya çempionatı. Griezmann addım-addım irəliləyirdi. Argentina ilə o tarixi dördüncülük qələbədə penaltini soyuqqanlılıqla tora göndərdi. Uruguaya qarşı uzaqdan vurduğu zərbə ilə qapıcını çarəsiz qoydu. Və nəhayət, final gecəsi. Moskvada Yagan Yagiz, Fransa və Xorvatiya. Hesab bir-bir əvvəlki Milan kabusu gözünün onundan keçdi. Amma bu dəfə yanılmadı. Topu və qapıcını ayrı-ayrı künclərə göndərdi. Finalin adamı seçildi və o Qizil Kuboku səmaya qaldırdı. O artıq dünyanın sultanı idi. Lakin həmin il hər kəsi heyran qoysa da,
Yenə də qızıl top mükafatı ona verilmədi. Yenidən ucuncu yer. Futbol dünyasının ona olan bu borcu onun xarakterini daha da polatlaşdırdı. 2019-cu ildəki Barcelona səhvi onun karyerasında bir dayanacaq idi. 120 milyon avro. Amma itirilmiş xoşbəxtlik, azarkeşlərin tənqidi və Messinin kolgəsi. I brought you daffodils on a pretty string, but they won't flower like they did last spring. And I wanna kiss you, make you feel alright. I'm just so tired to share. 2 il sonra o basa tutdu ki, xoşbəxtlik pulda deyil, aid olduğun yerdədir, maasının yarısından imtina edib. Oz evinə, Atletico'ya geri dondu. Azarkeşlərdən uzr istədi. Meydanda canini qoydu. Və klubun tarixinə 175 qolla ən çox qol vuran oyuncu kimi adını qızıl hərflərlə yazdırdı. 2022-ci ildə Qətərdə. O yeni bir tarix yazdı. 31 yaşlı ulduz, hücumcudan çox bir yarı müdafiəci kimi oynadı. Millidə ardıcıl 84 oyun keçirərək dünya rekorduna imza attı. Heç bir zədə, heç bir yorğunluq onu vətəni ucun savaşmaqdan saxlamadı. 2024-cü ilin sonunda o, millidən gedisini elan edəndə, bütün Fransa ayağa qalxıb onu alqısladı. Çünki o, sadəcə qol vurmadı, forması ucun hər şeyini verdi. Antoine Griezmann'ın hekayəsi bizə bir şeyi öyrədir. Əgər sizə bacarmazsan deyirlərsə, onlara cavab verməyin. Sadəcə işinizi görün və sonunda kuboku qaldırın. So I use my voice, I'll be so fucking rude, but they always win.